وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz deməli Usul-u Sünnə Risaləsi İbn-i Zəmənin Rahiməhullah Risaləsini oxumaqda davam edirik. Deməli 17-ci artıq fəsildəyik, babdayıq. Şeyx Rahiməhullah bu fəsildə Hovuz məsələsini toxunur. Hovuz yəni Peyğəmbər sallallahu aleyhi ve sellem quyusu. Deməli qiyamət gününə aiddir. Yəni Şeyx Rahiməhullah buyurur ki, sünnənin üsulundan da budur ki, etiqad eləmək ki, qiyamət günü Peyğəmbər sallallahu aleyhi ve sellem hovuz olacaq. Və burada deyir ki, və qali Muhammed və əhl-i sünnə yu'minuna bi ənə lin-nəbi sallallahu aleyhi ve sellem havdan a'tahullahu iyyah men şəribə minhu şərbə ləm yadma ba'dəhə əbədə. Və şeyh deyir ki, əhl-i sünnə iman gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin Allah Teala qiyamət günü bir havuz verəcək və kim o havuzdan içsə, bir də susamayacaq. Bu xüsusiyyətlərindəndir. Yəni, onu göstərir ki, yəni, buradakı kimi deyil. Buradakı kimi deyil. Yəni, ola bilsin, adlar eyni olsun. Lakin keyfiyyət başqa olsun. Keyfiyyət başqa olsun. Ona görə müxaliflər gələndə, adlar eyni gələndə, onlar deyirlər, yox, bu oxşamaqdır. Oxşamaqdır, ona görə nə edirlər? Ya inkar edirlər, ya təvil edirlər, təhrif edirlər, yəni başqa məna verirlər və ya tafvid edirlər, tafvid. Tafvid, yəni mənası bilinmir. Tafvid, Allah subhanətə alə, məsələn, xüsusən feili xəbəri sifətləri, nazır olmağı, istivası, danışması və s. ümumiyyətlə, qəzəbi, sevinci, gülməyi, əli, onlar deyirlər, bunların mənası yoxdur. Yəni, Allaha aid. Amma demək ki, mənası məlumdur, keyfiyyəti məchuldur, bu əhl-i-sünnə vəl-cəmaə mövqeyidir. Mənası biz bilirik, əl nədir? Lakin əl deyəndə nisbət olanda bilinir kimin əli. Artıq sənin zehnində təsəvvür yaranır. Amma Allahın əli deyəndə sənin zehnində təsəvvür yarana bilməz. Ne üçün? Çünki bənzəri yoxdur axı. Təsəvvür necə yaranır? Ya görmüsən, ya onun oxşarı var. Allah Taala'nın oxşarı yoxdur. Və görməmişsən. Yəni, nədən qorxursan? Demək, Allahın əli var. Nədən qorxursan? Deyir, yox, oxşadırıq. Oxşadmaq şübhəsinə görə qaçır, ya təhrif edir, başqa məna verir və ya deyir ki, bilmirəm nədir bu. Bilmirəm mənası. Şübhə nədir? Əsas şübhə, qorxurlar ki, oxşadacaqlar Allah Taala'nı. Və həmçinin, məsələn, tutaq ki, qanad. Var, quşun qanadı var, təyyarənin qanadı. Qanad deyəndə sən bilmirsən, hansı qanaddan söhbət gedir. Amma deyəndə quşun qanadı artıq sən zehnində təsəvvür yaranır ki, quşun qanadı necədir. Təyyarənin qanadı deyəndə təsəvvür yaranır ki, təyyarənin qanadı necədir. Mələyin qanadı da var. Bilirik ki, bir dənəsi elə səmanı örtüb. Cəbrailin 600 dənə mələk qanadı var. Təsəvvür edirsən, yox. Təsəvvür edirsən. Amma qanad deyəndə, qanaddır. Oxşadı, yox. Məsələn, təyyarən, deyirsən ki, mələyin qanadına, təyyarənin qanadı, oxşarlıq var, yoxdur, yox. Eyni deyil, eyni ola bilməz. Allah da həmçinin. Allah Taala'nın sifətləri var. İsbat eləmək, oxşatmaq deyil.
Onlar deyirlər, oxşadırsınız. Bizə oxşadanlar deyirlər, Allah'a müşəbbihə. Batil əqidələrinə görə. Batil yanaşmalarına görə. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem havuzdur. Havuz barədə nə gəlib? Sünnədə səhih. Və birinci, deməli, gəlib, deməli, birinci odur ki, vacibdir iman gətirmək. İman gətirmək vacibdir. Ne üçün? Çünki sabitdir. Sabitdir. İndi özünüzdə görəcəksiniz, ümumiyyətlə, 50-dən çox sahabidən rivayət olunub. 50-dən çox. Ona görə, yəni mutavatir həddindədir. Yəni mutavatir, yəni çox yolla gələn hədislərdən biridir. Çox yolla gələn hədislərdən biridir. Mutavatir hədislər. Yəni iman, Allah Peyğəmbər sallallahu aleyhi ve sellem havuzuna iman gətirmək vacibdir. Bu birinci məsələdir. İkinci məsələ, dəlil nədir? Dəlil Quran sünnədən. Qurandan Kövsər surəsi. İnna a'taynakal kevser. Kövsər surəsi. Hədislərdən isə aydındır. Hədislər daha aydın və dəqiqdir. Quran ümumi olsa da hədislər dəqiqdir. Ona görə hədislərə ehtiyac var. Quranla geçsin, Quran ümumidir. Bir neçə məna verə bilər. Ona görə Əli ibn Abbas'a dedi ki, xavariclərlə danışıda Qurandan dəlil gətirmə. Çünki çox mənalıdır. Xavariclər başqa məna verə bilərlər. Hədisləndir onlarla, hədislə danış. Hədis çünki dəqiqdir. Və Kövsər surəsi hədislərdə kifayət qədərdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, indi görəcəksiniz, vəsf eləyib. Hətta qabların vəsf eləyib ki, nə qədədir sayı. Sayı Allahdan başqadır, heç kəs bilmir. Yəni, deyib ki, çoxdur və s. Həmçinin, burada buna aid olan məsələlərdən qardaşlar, yəni, necədir? Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem havuzu necədir? Deməli, 4 küncdür. Bəzi rivayətlərdə gəlib ki, 4 küncdür və hər tərəfi bir aylıq yoldur. Hər tərəfi bir aylıq yoldur. Vəsf gəlib onun böyüklüyündən. Həmçinin başqa bir rivayətdə Yəmənlə bəzi yerləri qeyd edilib ki, misal kimi, o cür böyüydü. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem havuzuna aid olan məsələlərdən havuz bu su içmək siratdan qabaqdır. Yəni sirat körpüsündən keçməmişdən qabaqdır, yox sonradır. Ümumiyyətlə tərəzidən qabaqdır və s. Onlar hamısı qabaqdır. Həm siratdan, həm tərəzidən. Həmçinin, yəni, deməli, havda aid məsələlərdən gəlib ki, qablar olacaq götürüb içmək üçün. Bir rivayətdə gəlib ki, dünyada nə qədər ulduz var, ondan da çoxdur sayı. Onu Allah bilir. Kim deyər nə qədər ulduz var? Heç kəs. Allah bilir onu. Bu da gəlib sayından təxminən. Həmçinin gəlib havuzu barədə, Peyğəmbər sallallahu aleyhi ve sellem havuzu barədə gəlib ki, ağdır. Ağdır. Və həmçinin gəlib ki, baldan şirindir. Baldan şirindir və həmçinin gəlib ki, gözəl iyi var, ətir iyi. Və həmçinin gəlib ki, əvvəli cənnətdən gəlir, cənnətin çaylarından. Peyğəmbər sallallahu aleyhi ve sellem özünə tökülür. Və həmçinin gəlib ki, o havuza gələndə bəzilərin uzaqlaşdıracaqlar. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyəcək ki, bəs onları necə uzaqlaşdırır, onlar mənim sahabələrimdir. Mələklər deyəcək ki, sən bilmirsən, onlar səndən sonra neynədilər? Rafisilərin əlində düşür bu rivayət. Deyirlər, qutarda bu hədis dəlildir ki, sahabələr kafirdir. Bu hədisi getirirlər. Amma təəccüblənirlər ki, necə kafirdir, amma 50-dən çox özləri rivayət edib bu hədisi. 50-dən çox sahabi bu hədisi rivayət edib. Bütün bunlardan bəhs edir və
Özləri tərcümələrlə. Yaxşı, indi gələcək ona inşallah. Tayyib. Deməli, burada Şeyx Rahimullah 87-ci hədisdə deyir ki, وحدثني إسحاق عن أحمد عن ابن وضاح عن ابن أبي شيبة قال حدثنا علي ابن مسهر عن المختار ابن فلفل عن عنس ابن مالك قال بينما رسول الله صلى الله عليه وسلم ذات يوم بين ظهورنا حتى إذا عفى إخفاءه ثم رفع رأسه. Yani deyir ki Peygamber sallallahu aleyhi ve sellem, Enes deyir ki radıyallahu anhu, deyir Peygamber sallallahu aleyhi ve sellem yanımızdaydı ve mürgülədi. Belə yüngül mürgülədi. Sonra başını qaldırdı, mubtəsimən, gülümsəyərək, fəqulnə mə adhaka, ya Rasulallah, ya Rasulallah dedik, səni nə güldürdü? Qalə nəzələt aleyyə ənifən surə, fəqara, deyir ki, mənə bir surə nazil oldu, İnnə ateynəkəl kəvthər, fəsalli ilə rabbikə mənhər, innə şəniəkə huvələ əbtar. 3 ayədir. Demək olar ki, Quranda ən balaca surədir. Thumma qala hal tadruna mal Kevser. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, sahabelərə, Kevser bilirsiniz, Kevser nədir? Qulna Allah və Rasulü aləm. Allah bilir, Rasulü bilir. Qala fe innehu nehrun və adnihi Rabbi və adnihi Rabbi aleyhi xeyrun kethir və huve havdun teridu aleyhi ümmeti aniyetuhu adadun nucum فيختلج العبد منهم فأقول ربي إنه من أمتي فيقول إنك لا تدري ما أحدثوا بعدك. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt deyəndə ki, Kövsər nədir? Dedi ki, çaydır. Allah Teala mənə vəd edib onu. Xeyirlə doludur. Deyir, ümmətim gələcək o hovdan su içməyə. Yəni qiyamət günü kölgə yoxdur. Bir dənə Allah Subhanahu taala xəlq etdiyi kölgədən başqa. Günəş də yaxınlaşıb, təsəvvür şiddətli isti, tər insanların günahlarına görə miqdarı, topuqacan, dizəcən və s. O vaxtda təsəvvür bulaq var, quyu var, su, ağ, ətir iyi gəlir və dadı da baldan da daddır, sərin. Və onun üçün daha susamayacaqsan. Təbii ki, insanlar hamı istəyəcək gəlsinlər, o soğud havuzdan içsinlər. Lakin burada sual çıxır ortaya. Hər Peyğəmbərdə havuz olacaq, yoxsa havuz xasdır bizim Muhammed sallallahu aleyhi ve sellemə. Allah bilir, bəzi rivayətləri gəlib ki, hər Peyğəmbərin havuzu olacaq. Hər Peyğəmbərin havuzu olacaq. Və ümmət gələcək, müsəlmanlar yəni. Və qabları deyir, göydə olan ulduz miqdarında, sayında. Yəni çox. Və lakin bəzilərin, bəzi qulları deyir ki, bəzi qulları oradan uzaqlaşdıracaqlar, yəni mələklər, qoymayacaqlar yaxın. Fəəqulu, deyəcəm ki, Rabbi innehu min ümməti. Deyəcəm ki, Ya Rabbi, onlar mənim ümmətim daxı. Dedi ki, yox, siz bilmirsiniz, sən bilmirsən, o səndən sonra mə əhdəsu ba'dək, səndən sonra nə yeniliklər etdilər. Bəziləri bilir ki, bunu sahabələrə aid ediblər. Təbii ki, batildir. Sahabə ola bilməz axı o. Yaxşı, onda kimlərdir? Orada bir neçə dənə fikir var. Bəziləri deyirlər ki, mürtədlərə aiddir. Kimlər Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edəndən sonra bir qism sahabələr çıxdılar dindən. Bəziləri. Onlar çox azdır. Qalanlarınla müqayisədə. Bəziləri deyirlər olardı. Və bəziləri deyirlər münafiqlərdir. Münafiqlərdir. Çünki bəzi rivayətlərdə gəlib, onlar mənim sahabələrimdir. Və bəzi rivayətlərdə gəlib Useyhəbi, yəni az miqdarda. Onlar mənim az miqdarda sahabələrimdir. Təsxir şəklində gəlib. Useyhəbi. Və bu rivayətdə bəziləri bu üçüncü rəydə artıq. Yəni bidət əhlindən gedir söhbət. Çünki fikir ver, bu rivayətdə deyir ki, fəyəqulu, yəni mələklər deyəcəklər ki, innəkə lə tədri mə əhdəsu ba'dək. Çünki sən bilmirsən, onlar səndən sonra nə
nə etdilər artıq əməllər? Yəni bidətlər. Amma demək ki, sahabələr olunmayacaq. Sahabələrdən Allah razıdır, Allah da onlardan. Və bu hədis səhihdir. Səhihdir. Sonra Müslim rivayət edib. Sonra rahimehullah burada 88-ci hədis gətirir. Deyir ki, həddəsəni Əbi an Ali, an Əbi Davud, an Yahya ibn Salam, an Osman, an Yahya ibn Əbi Kəthir, an Zeyd ibn Salam, عن جده أبي سلام عن ثوبان مولى رسول الله صلى الله عليه وسلم أن رجلا قال يا رسول الله ما حوضك هذا الذي تحدث عنه. ثوban dedi ki ya Resulallah o hovuzdan ki danışır. Bir kişilərdən biri dedi ki o hovuz ki nədir qiyamət günü ondan danışırsan nədir o? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki huva ma beynə əylətə ilə Uman. Yəni bir şəhərdən Omanacandır, yəni böyüklüyü. Bir rivayətdə gəlib ki, 1 aylıq yoldur, 4 küncdür. Hər tərəfi 1 aylıq yoldur. Sonra deyir ki, şərabuhu əşəddu bəyadan minəl-ləbən. Süddən ağdır rəngi. Və əhlə minəl-əsəl, baldan tatlıdır. Və fihi minəl-əniyə, əv qalə minəl-əbəriq, mitlu ədədi nücumus səmə. Qabları da su içmək üçün səmada olan ulduzlar qədərdir. Və mən şəribə minhu şərbətən ləm yadmə ba'dəhə əbədən. Kim ondan bir dəfə içsə, heç vaxt daha susamayacaq. Əvvəlün nasu ləhu vurudan fuqara'ul muhacirin. Bu rivayətdə bir artıq məsələ var. Deyir, ən birinci fəqir muhacirlər yaxınlaşacaq ona. Muhacirlərin ən kasıbları. Muhacirlərin, yəni əvvəl iman gətirənlər, ən kasıbları. İnşallah Bilal onların içində olar, inşallah. Bu rivayət münkərdir, yəni inkar olunan, yəni qəbul olunmur, batildir. Lakin bu sənədlə, bu yolla, sənədlə, hansı ki oxudum. Lakin Şeyx Albani rahimehullah deyir ki, başqa yollardan hədis səhihdir. Başqa sənədlə gəlib bu hədis səhihdir. Ona görə Şeyx Albani hədisi səhih görür. Və sonra rahimehullah burada 89-cu hədis gətirir. Və həddəsəni Vahbən an İbn Vaddahin an İbn Əbi Şeybə qalə həddəsənə Muhammed ibn Bişir qalə həddəsənə Said ibn Əbi Urubə an Salim ibn Əbi Ca'd an Ma'dan ibn Əbi Talha al-Ya'muri عن ثوبان مولى رسول الله صلى الله عليه وسلم أن النبي صلى الله عليه وسلم قال أنا عند عقري yani Peygamber sallallahu aleyhi ve sellem dedi ki ben havuzun yanında dayanacağım. Havdi ağud anhun nas li ehlil Yemen inni le adribuhum bi asaya hatta tarfad. قال وسئل رسول الله صلى الله عليه وسلم عن سعة الحوض فقال مثل ما بين المقام هذا إلى عمان فسئل عن شرابه فقال أشد بياضا من اللبن وأحلى من العسل يغط فيه ميزابان مداده أو مدادهما من الجنة أحدهما من ورق والآخر من ذهب. Və burada həmçinin əvvəlki hədisə oxşarı keçir və bu hədisdə səhihdir. Səhihdir, Müslim rivayət edib. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem hovuzu var qiyamət günü. İman gətirmək vacibdir və Allah subhanahu ta'ala nəsib eləsin bizə ondan içək. Qiyamət günü. Allah nəsib eləsin bizə. Elhamdülillah. Və sonra müəllif burada 18-ci fəsil gətirir. O da mizan məsələsi. Mizana iman gətirmək. Mizan, yəni tərəzi. Yəni qiyamət günü. Biz bilirik ki, qiyamət günü tərəzi var. Lakin bu dünyada tərəzi var. Eynidir. Ya, eyni ola bilməz abi. Eyni ola bilməz. İnşallah bu qalsın gələn məclisimizə. Allah şeyxə rəhmət eləsin. Allah bizə eşit faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.